İndiyə qədər hələ bu zonaya belə dolu yağmamışdı. Təxmini yumurta boyda, demək olar içində kartof boyda. Bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. Ağstafaya yağan güclü dolu bir neçə kənddə ciddi fəsadlara yol açıb. Dolu rayonunun Yenigün, Qaçaq-Kərəm, Xətai, Aşağı Göyçəli, Qırılı və digər kəndlərində evlərin dam örtüyünə, çardaqlara, avtomobillərə ciddi ziyan vurub. Dünənlərim güclü bir dolu yağdı. Bu dolu nəticəsində də həm təsərrüfata, həm evlərə, həm də maşınımıza güclü ziyanlar dəydi. Təsərrüfata da çox ziyan olub. Bütün kəndin təsərrüfatının hamısını məhv edib. Böyük, haradasa yumurta boyda dolu düşdü. Yerə düşən şeylərində dolu pul olurdu. Belə böyük bir eləsi var idi, daş formasında düşürdü. Evin damları təmiz yox vəziyyətdədir. İçəri yağış yağıb, divarlar sudur bu dəqiqə. Axşam saat 8-də başladı. Bir 20 dəqiqə çəkdi. 20 dəqiqəyə təmiz təsərrüfatımızı, evimizi, bütün nə ki evin əşyaları var idi, hamısı sunun altında qaldı. O dolular elə düşürdü, elə bil almadan yekiydi, Allah'ın dostsun. Alma yerə düşəndə nətər partlayır, bu da bax elə idi. Kartofdur, loybadır, səpmişik, ondan sonra xiyardır, pomidordur, hamısını ləğv elədi. Bütün hamısını ləğv elədi. Dolunun vurduğu zərərlə bağlı Ağstafa rayon İcra Hakimiyyətinin nəzdində Fövqəladə Hallar Komissiyası tərəfindən kəndlərə dəyən ziyanın həcmi müəyyənləşdirilir.